Salam, hər vaxtınız xeyir olsun əziz şagirdlər. Bugün sizlərə 2025-ci il 9 mart, yəni bu gün keçirilən ingilis dili suallarının izahını təqdim eləyəcəm. Siz isə videonu bəyənməyi və kanala abunə olmağı unutmayın. Başlayırıq 7-ci sualın izahından. Sözünün mövzusuna aid bir sualdır. Proud, afraid hər zaman ovla istifadə olunur. Düzgün cavab olacaq D variantı. Nida cümlələrinə baxırıq 8-ci sualda. Əgər bizim ismimiz cəmdədirsə, biz heç vaxt önündə an artiklı istifadə edə bilmərik. Həm də baxın burada xəbər önə keçibdir, keçə bilməz. 2-də what an amazing place sayılan tək ismimiz var, önündə artiklımız da var. Sonra mübtəda, sonra xəbər düzgündür, qaydasındadır. 3-cü sualda həm əvvələ keçibdir. Baxın, to be-nin forması, yəni xəbər, həm də ki, ismimizin önündə they artiklı yoxdur. Ona görə 3-cü sualda səhvdir. 4-cü sualda how amazing, howdan sonra birbaşa sifət zərf gəlir, daha sonra de, daha sonra isim, daha sonra xəbər, hər şey qaydasındadır. Burada yenə 5-cidə to be-nin forması önə keçib, xəbər önə keçib də olmaz, həm də ki, they artiklımız yoxdur, ona görə səhvdir. Düzgün cavab olacaq 2 və 4, A variantı. 9-cu sualın izahına keçirik. Suala baxanda görürəm ki, sual mürəkkəb tamamlıq mövzusu ilə əlaqəlidir. Əziz şagirdlər, expect özündən sonra gələn feili to-lu istəyir. Ona görə düzgün cavab olacaq D variantı. Təmiz vərəqi tapa bilmədiyimə görə yazılı vərəqdən izah eləyirəm. Ümid eləyirəm ki, siz üçün çox da bir fərqi yoxdur. 10-cu sualda baxın, nöqtədən sonra gələn ismimiz cəmdir, mistakes. Cəm isimlərlə biz istifadə eləyə bilərik few, very few, bir də ki, a lot of istifadə eləyə bilərik. Belə baxırıq ki, tərcümə eləmək lazımdır. Deyir ki, mənim işdəki ilk günüm wasn't very good, yəni çox da yaxşı deyildi deyir. O zaman yaxşı deyilsə, mən əlbəttə ki, çox səhv eləmişəm, düzdürmü? Ona görə düzgün cavab olacaq B variantı. 11-ci sualda next Sunday gələcək zamanın göstəricisidir. Next, ona görə istifadə edirik will, düzgün cavab D variantı. 12-ci sualda deməli, modal feillərlə əlaqəli sualdır. Buradan bir dənə A variantı çıxacaq, çünki inkarı özü ilə düzəlmir. Have to-nun, has to-nun inkarı özü ilə düzəlmir. Baxıram elə başqa variantlar da çıxır buradan. Has-in nəyi yoxdur uşaqlar? To-su yoxdur. Doesn't have-in to-su yoxdur. Ona görə C-ni də D-ni də çıxırıq. Won't be able nəyə yoxdur? To-su yoxdur. Bu da buradan gedir. Düzgün cavab qalır Y variantı. Tərcümə də eləyək. As his English is excellent. İngilis dilisi, onun yəni ingilis dili çox yaxşı olduğuna görə o yaxşı bir iş tapmağı bacara bildi, bacaracaq daha doğrusu. Düzgün cavab olur Y variantı. Sonra 13-cü suala baxırıq. 13-cü sualda nöqtələrdən sonra of istifadə olunubdur. Bilirik ki, everydən sonra of gəlməz, no-dan sonra of gəlməz. İçlə, one-dan sonra of gələ bilər, amma xəbər necə olmalı idi? Tək olmalı idi. Burada isə word-dür, cəm xəbərdir, ona görə istifadə oluna bilməz. B və Y variantını çıxırıq, düzgün cavab qalır A variantı. Həm olsa da burada to deyirsə, to-nu both-la əvəz eləyirik də, hər ikisi mənasında. 2 dənə deyir, bağlama aldılar və onların ikisi nickdən idi deyir, yəni hər ikisi nickdən idi. Sonra keçirik 14 nömrəli sualın izahına. Sual cümlələrini düzəldərkən əziz şagirdlər bizə mütləq şəkildə köməkçi feil lazımdır. Burada da baxın, köməkçi feil olaraq did istifadə olunub, sonra mübtəda, sonra da feilin birinci forması istifadə olunubdur. Birinci cümlə qaydasındadır. İkinciyə baxırıq. Deməli, ikincidə məchul növdə istifadə olunubdur struktur, verb out. Hamini ilə olan cümlələr özlərindən sonra deməli ismi direkt birbaşa aldıqlarına görə hamini pieces of furniture. Burada arxasıca məchul növ birbaşa istifadə oluna bilər. Deməli, ikinci sual da deməli düzdür, ikinci cümləmiz. Sonra 3-cü suala baxırıq. 3-cü cümlədə baxın, yəni həm mübtədanın gedib axırda istifadə eləyibdir. Yəni burada da köməkçi feil yoxdur ki, biz sual cümləsi istifadə eləyə bilək, qura bilək, düzdürmü? Ona görə 3 də səhvdir. 4-cü sualda yenə bizim köməkçi feilimiz yoxdur. Ona görə 4 də səhvdir. Düzgün cavab olur 1 və 2, yəni birinci və ikinci cümlələr doğrudur, olur B variantı. Sonra 15-ci suala baxırıq, cəm isimləri seçməyimizi istəyir. Əziz şagirdlər, sonunda 2 dənə S olan isimlər cəm olmur. Ona görə A variantını çıxırıq. Həm də ki, step sözü də təkdədir burada. Women də cəmdədir, trousers də cəmdədir. Düzgün cavab elə B bəndi olacaq. C-də food təkdədir gedir. D-də nə bilim knowledge sayılmır, sayılmayan isimdir, təkdədir. Y-də person təkdədir. Elə cavab B variantı qalır. 16-cı sualda deməli mübtəda xəbər uzlaşması ilə əlaqəli bir sualdır. My friend and his cousin. Mənim deməli dostum və onun kuzeni.
Burada gördüyünüz kimi 2 dənə şəxs var əziz şagirdlər. Yəni 2 şəxsdən söhbət gedirsə, əndlə bağlanıbsa, o zaman mübtəda mütləq, daha doğrusu xəbər mütləq şəkildə cəm olmalıdır. Ona görə düzgün cavab olacaq Y variantı. Digərləri çünki təkdədir. 17-ci suala baxırıq. Söz önü ilə əlaqəlidir. Yenə our children go to school. Go to school birbaşa istifadə olunur. Yəni arasında hər hansısa bir article istifadə olunmur. Daha doğrusu sual article mövzusuna əlaqəlidir. Biraz tələsdiyimə görə tələsik izah eləyirəm sizlərə də ki, faydası olsun ən azından. Deməli, burada by bus olacaq. Yəni bydan sonra gələn nəqliyyat vasitəsinin də arasında heç bir article istifadə olunmur. Deməli, cavab olacaq A variantı. Sonra 18 nömrəli sualın izahına keçid alırıq əziz şagirdlər. As istifadə olunubdur. Sifətin adi dərəcəsi. Adi dərəcədə olan sifət sadə formada yazılmalıdır. Yəni ona est, most, more heç nə yaza bilmərik. Heç nə də artıra bilmərik. Düzdürmü? Ona görə buradan A çıxır, B çıxır, C bəndi çıxır. Burada er var görürsüz, Y də çıxır. Düzgün cavab qalır D variantı. Sadə formada istifadə etməliyik əzəzin ortasında sifəti. Sonra keçirik 19-cu sualın izahına. Bağlayıcı mövzusu ilə əlaqəlidir. Today the weather is fine. Bugün deyir hava gözəldir. Deməli, şagirdlər are going to a walk, gəzməyə gedirlər deyir. Hava gözəldir, ona görə də şagirdlər neynir? Tələbələr, şagirdlər gəzməyə gedirlər. Ona görə də sözü də burada A bəndidir. So, or yoxsa deməkdir, but amma deməkdir. Bir yerə though uyğun gəlmirsə, deməli although da uyğun gəlmir. Zaten ikisi də varsa bunların variantı, deməli heç birisi ora uyğun deyil. Məna olaraq eynidirlər çünki. Düzgün cavab olur A variantı. Sonra keçirik 20-ci sualın izahına. 20-ci sualda donate deməli ehtiyacı olan insanlara pul yardımı eləmək deməkdir. Value dəyərləndirmək deməkdir. Defend müdafiə etmək deməkdir. İndi donate pul yardım etmək olduğuna görə pul sözünü harda görsək onu götürəcəyik. Biri olacaq B variantı. To give something especially money to people in need. Ehtiyacı olan insanlara xüsusilə də pul yardımı vermək, pul yardımı eləmək. Birə olacaq B variantı. Sonra 2-yə value dəyər verməkdir və yaxud da dəyərləndirməkdir. C olacaq. To think that somebody or something is important. Yəni kiminsə, nəyinsə vacib olduğunu düşünmək. 2 olacaq C variantı. Defend də müdafiə etmək. Elə müdafiə etmək sözünün sinonimi protect. Protect somebody or something against attack. Hücuma qarşı kimisə, nəyisə müdafiə eləmək. O da olur A variantı. Düzgün cavab olacaq Y bəndi. Sonra deməli 21-ci sualın izahına keçid alırıq əziz şagirdlər. Cümlə qurmaq lazımdır. Cümlənin birinci mübtədasını tapırıq. Deməli, the boys bizim mübtədamızdır. Gəlir birinci 4. Mübtədadan sonra cümlənin xəbərini tapmalıyıq. The boys have been playing bizim nəyimiz olacaq? 5-ci də bizim olacaq xəbərimiz. Have been playing. Oynayır deyiriksə nə oynayır? Ortaya sual çıxır. Deməli, tennis oynayırlar. 1. 4, 5, 1 hardadır görək? Elə B variantındadır. Ardına da baxaq. Deməli, the boys have been playing tennis. Sonra 6, at the stadium harda? Deməli, stadionda. For 2 hours 2 saatdır ki. Düzgün cavab olacaq B variantı. Sonra keçirik 22 nömrəli sualın izahına. Verilən cümləni məchul növə çevirməyimizi istəyir. Sual sözlər olduğu kimi qalır əziz şagirdlər. Yəni bizim ondan işimiz yoxdur. Biz gedib tamamlığımızı tapmalıyıq. Bir də ki, köməkçi fe'limizin zamanına baxmalıyıq ki, hansı zaman istifadə olunub. Bizim tamamlığımız vanilla ice cream'dir. Yəni vanilli dondurma. Və zamanımız da do'dur. Sual cümlələrində do varsa biz am, is, are bu üçündən birini istifadə eləyərək məchul növü düzəldirik. Düzdürmü? A variantında heç deməli am, is, are verib, amma aparıb is made axırda veribdir. Halbuki vanilla ice cream gəlib bu islə made'in ortasında istifadə olunmalı idi. Düzdürmü? A bəndi ona görə səhvdir. B bəndində demişik ki, to be-nin formalarından sonra bin istifadə olunmaz. B bəndi ona görə səhvdir. Vanilla ice cream təkdə olduğuna görə biz onun xəbərini arla verə bilmərik. D bəndi ona görə səhvdir. Y bəndində isə was istifadə eləyibdir. Dedik ki, do olanda istifadə edirik am, is və are-dan. Ona görə burada deməli Y bəndə səhvdir, was bizə lazım deyil. Düzgün cavab olacaq C variantı.
Bu qrammatika suallarının izahı idi. Bu gün biraz tələsdiyimə görə ancaq qrammatika suallarının izahını paylaşa bildim. Ümid eləyirəm ki, gün ərzində vaxt tapıb mətn suallarının da izahını sizlə bölüşə bilərəm. Düşünürəm ki, faydalı olar. Kanala abunə olmağı və videonu like etməyi unutmayın. Sağ olun, salamat qalın.